Azərbaycan ədliyyə sistemi hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri kimi cəmiyyətin idarə olunmasında, qanunçuluğun təmin edilməsində və insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Ümummilli liderimizin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək təkmilləşmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni tarixdə Ədliyyə Nazirliyi də təsis edilmiş, 1918-ci ilin noyabr ayının 22-sində isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən əsasnaməsi təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü olaraq təsis edilmişdir. Bu əlamətdar gün münasibəti ilə Qusar rayonunun ədliyyə işçiləri, rayon icra hakimiyyəti başçısının müavini, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi. Sonra ədliyyə işçiləri öz peşə bayramlarını çalışdıqları kollektivlərlə birlikdə qeyd etdilər. Bütün ədliyyə işçilərini Ədliyyə Günü münasibətilə ürəkdən təbrik edir, onlara xidməti fəaliyyətində uğurlar arzu edirik.